oyuncaqdır mı, nə, hər şeyini göstərəcəm. Dostumun özü də buradadır. Salam. Ən birinci gəlin pullardan başlayaq. Pullarda antikvarı neçənci ilində bu? 2024'ün, yani 2025. 2024'ün pullardır. Özü də bilmir hardan alıb. Qohumu. 100 avro zat var. Yaxşı. Burada antikvar pullar var. Bunlar da 2018'in futbolculardır. Iniesta. Bunu tanımıram. Bu da Casemiro'dur Real Madrid'de. Şampiyonlar Ligi'nde. Bunu da tanımıram. Bu kim? Pepe. Pembe. Bu da tanımıram. Bu da Jijanjirt. Bunu da tanımıram. Burada da Arda Turan var. Bu da Rojo. Burada da Griezmann. Burada da Toni Kroos. Burada yine Arda Turan. Suarez. Bunu da tanımıram. Hamısı 2018'in katlardı. Burada da Messi. Real Watt. Bu da tanımıram. Bu şeydi. Gösterdiklerini oraya koyarsın. Karşıdım. Pul gösterdim. Onları oraya. Dostlar, bunu da mən Google'dan baxdıq asistanla. Deyilənə görə bu neydi? Fotoaparatlarda nəsə eləyir. Işığını belə tutturmaq üçün belə bir şeydi. Biz də tam bilmirik. Yadımızdan çıxıb. Hə dostlar. O da belə bir şeydi. Qəribə bir şeydi. Antikvar şeydi bu da. Soruşduq qiyməti neçə olar? Dedi ki 20 manat və 50 manat arası ola bilər. 10, 20, 50 manat arasındadır. Burada da qəribə bir kamera var. Bu kameranın kompüteri biz keçən dəfə taxdıq, işləmədi, heç bir şey olmadı. Işıq yandırır buradan. Burada da beləcənə beləcən bu tərəfə verirsən sola. O beləcənə qava gedir, dala da gedir. Böyle qəribə bir şeydir. Bunu belə eləmək olur. Burada da PlayStation var. Yəqin ki bunu PlayStation 2'ye taxırlar. Oynuyorlar. Nə bilim, maraqlı bir şeydir. Burada da dostlar Nəsrəddin var. Soyundurublar. Burada da düyməsi var. Tusi. Nəsrəddin Tusi. Bas. Meyxana oxuyur dostlar. Yaxşı uşaqlar, bu qədər idi. Sağ olun.